Acgöz canavar və ağıllı dovşan nağılı. Bir zamanlar böyük, yaşıl bir meşədə iki qonşu yaşayırdı. Biri biraz yaramaz, həmişə dəcəllik etmək istəyən canavar idi. O, hər şeyi asanlıqla əldə etmək istəyirdi. Digəri isə kiçik, cəld və çox ağıllı dovşan idi. Dovşan hər zaman gümrah və mehriban idi. Canavarın böyük bir problemi vardı. O, dovşanı tutub özünə səhər yeməyi etmək istəyirdi. Amma dovşan elə çevik və ağıllı idi ki, canavarın heç bir hiləsi işə yaramırdı. Günlərin birində yay fəsli idi. Canavar da, dovşan da dəniz kənarında, çimərlikdə dincəlməyə qərar verdilər. Canavar qumun üstündə uzanmış, böyük eynəyini taxmışdı. Gözü birdən sahildə qumdan qala tikən dovşana sataşdı. Canavarın gözləri parladı. Aha, bax indi səni tutacağam balaca. Mənə düşəcəksən. Canavar tez bir sualtı maskası taxdı və əlindəki böyük bir şəbəkə ilə suya atıldı. O, suyun altında dovşana yaxınlaşmaq istəyirdi. Amma dovşan topu ilə oynayarkən elə bir zərbə vurdu ki, top düz canavarın maskasına dəydi. Canavarın maskası sudan doldu. Boğulmamaq üçün tələsik sudan çıxmalı oldu. Nəticədə şəbəkə öz boğazına dolandı. Özü də gülməli bir vəziyyətdə qum üzərinə sərildi. Canavar bu dəfə qayıq götürdü. O, dovşanın üzən dairəsini yavaş-yavaş kəsmək istəyirdi. Amma canavar elə həvəslə çalışırdı ki, balansını itirdi. Qayıq aşdı. Canavarın özü isə suda çevrilən qayığın altına girdi. Dovşan isə sanki heç nə olmamış kimi yellərdən istifadə edərək sahilə doğru üzməyə davam etdi. Hər cəhddən sonra canavar yorulur, öz əməlinin nəticəsi olaraq gülməli vəziyyətlərə düşürdü. Başqaları ona kömək edirdi, ancaq canavar heç cür ağlı başına gəlmirdi. Axırda canavar bütün günü qumun, suyun və gəmlərin içində qaldıqdan sonra əsəbi halda əlini yelləyərək dovşanın arxasınca qışqırdı. Hə, dovşan, hələ dur, düşərsən mənim əlimə. Dovşan isə sadəcə gülümsəyir, əlini yelləyir və özünün kiçik xoşbəxt həyatına davam edirdi. Canavar başa düşürdü ki, kimisə hiylə ilə tutmaq əvəzinə sülh içində dincəlsələr daha yaxşı olardı. Amma o inadkar idi. Beləliklə